adıyla başladım. Bəli, istənilən kitabı Allahın adıyla oxu ki, Allah da sənə haqqı haqq olaraq göstərsin. Çünki bizim oxuduğumuz, bizim deyilikdə, orta məktəbi, ali məktəblərdə oxunan kitabların bir hissəsində yalanlar vardır, iftiralar vardır. Misal üçün, bizim nə qədər tarixi qəhrəman deyilən adamlarımız vardır ki, onların bir hissəsi casusdur, vətən xaini olub. Və yaxud da ki, dinsiz, imansız adam olub. O bizim qəhrəman ola bilməz. Əgər o elin qəhrəmanı olsa da, müsəlmanın qəhrəmanı olmaz. Misal üçün, Babək qəhrəman deyilir ona, xalqımız onu qəhrəman kimi tanıyır, amma Allahın dininin düşmənidir. Allahın dininin əleyhinə döyüşüb, müsəlmanların burada dəvət aparmasının qabağını alıb və mən də bugün müsəlman olaraq, mən deyildikdə, mən, sən, biz, müsəlman olaraq onu qəhrəman olaraq tanımırıq. İndi onu dövlət qəhrəman tanıyır, fərqi yoxdur. Ola bilər nə qədər xristiyan var, nə qədər başqa millətlərdən olanlar var, qəhrəman kimi dünyada tanınır, öz işləridir. Söhbət bir müsəlmandan gedir. Müsəlman üçün Babək qəhrəman ola bilməz. Çünki o, xalqını qırıb İslama görə. Şah İsmail xətai kimi. Sonunda xəta etdiyini də etiraf edib, oğlu Təhmasibə də vəsiyyət eləyib. O vəsiyyət də Azərbaycan tarixində qeyd olunmuşdur. Hətta orta məktəbin 5-ci sinif ata yurdu kitabında da qeyd olunmuşdur. Oğluna vəsiyyəti ki, xətalarımı, səhvlərimi düzəlt oğlum. Mən səhv etdim. Öz xalqımı məzhəb baxımına görə öldürdüm. Bəli, yəni artıq kitabı oxuyanda Bismillah deyək ki, Allah bizə dostumuzu dost, düşmənimizi düşmən göstərsin. Bilək, düşməni tanıyaq. Bir müddət sonra, necə ki, xalqımız uzun illərlə erməni xalqı ilə döyüşdə olmuşuq, müharibə qurtarar, qurtarmaz bir neçə il keçib ona yeni qardaş demişik. Düşmənçilik yaxşı şey deyil, amma qardaş da deyilməz. Nifrət yaxşı şey deyil, amma tarix də unudulmaz. Yəni, yadda qalmalıdır ki, bu halı, bu xalqla yaşamışıq, ehtiyatlı olaq. Amma dost ol, amma ehtiyatlı ol. Ona qardaş olma, qardaş arxalanmaq deməkdir. Yəni, mən ailəmi, namusumu ona təhvil verə bilərəm. Yəni, o xalqa ailə, namus təhvil verilə bilməz, o xəyanətkar olub. Yəni, bunları doğru anlamaq üçün orta məktəb dərslərini oxuyanda Bismillah deyin.